Biz uşaqlıqda müəyyən hisslərə tab gətirə bilmədiyimiz üçün beynimizdə özümüzün ideal obrazını yaradırıq. Bu əslində təbii bir prosesdir və hamımızın başına gəlir. Mən ağıllı, gözəl, sevilən, bəyənilən, mən deyən bir obrazdır o. Böyüdükcə bu obraz daha da genişlənir və get-gedə də bərkiyir yerində. Elə bir səviyyəyə çatır ki, əl çatmaz olur və sən beynində özünü onunla tanımlayırsan. Amma məsələ burasındadır ki, əsl özünün o obraza ümumiyyətlə aidiyyatı yoxdur. Məsələn, sən beynində çox ekstravert, hamına rahatlıqla uzun danışan birisən, amma həyatda tanımadığın bir insanın diqqətini 5 dəqiqədən artıq saxlaya bilmirsən. Və ya bəzi oğlanlar olur, elə fikirləşirlər ki, aya, bütün qızlar ölürlər də mənim üçün. Bir məclisə girməyim belə bəsdir deyir, amma həyatda üzünə belə baxan yoxdur.